Bəzi hallarda bəzi atalar elə davranış edir ki, bu məlumatı mən mütləq vermək məcburiyyətində oluram. İki nəfər nikah olmadan toy eləyirlər, münasibətləri olur. Bundan sonra xanım, yəni qadın hamilə olur. Hamilə olduğu dövrdə qarşı tərəf, yəni ki, o uşağın gələcək atası qadından imtina eləyir və bundan sonra həmin qadın onu dəvət eləyəndə ZAGS-a, yəni qeydiyyat şöbəsinə ki, uşağa atalıq verilsin, uşağa atalıq verməkdən də imtina eləyir. Bununla bağlı nəzərinizə onu çatdırmaq istərdim ki, əgər belə halla rastlaşırsınızsa, onda nikahı olmadan hamilə olan qadın uşağı doğandan sonra ilk növbədə mediasiya təşkilatına və bundan sonra qeydiyyatı üzrə məhkəməyə icazəsilə müraciət edə bilər ki, uşağın hüquqları bərpa edilsin. Yəni ki, atalığı müəyyən edilsin. Yadda saxlayın ki, uşaq hüquqları hər bir halda önəmlidir. Və mən ümumiyyətlə o insanlara başa düşmürəm ki, hansıları öz uşaqlarından imtina edirlər. Ola bilsin ki, iki böyüklər arası münasibət pozulub, amma uşağın günahı yoxdur.